Herkese salam, Ninja Mama podkastına xoş gəlmisiniz. Uzun zamandır sosial mediada ən çox çalxalanan mövzulardan biri də yaxşı insanların kasıb olması və vecsiz, heç nə eləməyən və rahat insanların daha çox pul qazanması ilə bağlıdır. Biz də dedik ki, bu mövzuda elə işinin ərlərindən biri olan bir xanımla bu mövzuda danışaq, görək niyə yaxşı insanlar hər zaman kasıb olur, amma pis insanların pulu çox olur. Qonağım mənim özümün də coaching dəstəyi aldığım, sevərək izlədiyim və çox bəyəndiyim Jalə Məlikidir. Xoş gəlmisən Jalə. Xoş gördük Həvva. Jalə, biraz özün haqqında auditoriyamıza məlumat ver. Kimsən, nə fəaliyyətlə məşğul olursan, daha sonra bu mövzu ətrafında suallarıma keçəcəm. Okay, tamam. Jalə Maliki. Maliki yeni soyadımdır bu arada. Xeyirli olsun. Xeyirli olsun. Alaram. Çox sağ ol. 29 yaşındayım. Artıq 2 ildən çoxdur ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam və bu günə qədər də insan resurslarının idarə edilməsi sahəsində çalışmışam. Rəhbər pozisiyaya qədər iş təcrübəsi qazanmaq imkanım olub. Əlbəttə ki, ingilis dilində desək, faillarım, uduzduğum məqamlar da olub, həmişə hamı kimi. Və 2 ildən çoxdur elə coaching sahəsində fəaliyyət göstərmişəm. Özündə bilirsən, yaxından şahidsən prosesə. Bir çox nişlərim olsa da ki, startup coachluğu, komanda coachluğu və lider coachluğu. Mən bunların hamısının ortaq nöqtəsini qərar decision making coachingdə birləşdirmişəm. Çünki üçü üçün də ortaq və kritik məqam elə məhz kritik qərarların verilməsi və qərarsızlıqlarda ilişmə, özünü sabote etmə məsələsi ilə bağlı olub. Və insanın potensialını açanda məhz qərar vermənin olması məni nişi birbaşa belə adlandırmağıma qədər aparıb çıxardı. Hazırda da elə bu üzrə insanlara kömək edirəm. Biznesdə daha çox və yaxud da öz şəxsi inkişafı ilə potensialının reallaşdırılmasında və yaxud da potensial limitlərinin aşılmasında onlara qərarsızlıq nöqtələrinin arxasındakı görünməyən mexanizmləri açıram ki, yolu rahatlaşdırsınlar. Bunu şəxsən test eləmişəm səninlə birlikdə. Belə ümumiyyətlə belə bir deyim var ki, və bu Azərbaycanda daha aktualdır. Yaxşı insanlar hər zaman çox əziyyət çəkir və pul qazana bilmirlər. Ümumiyyətlə əziyyət çəkmək və pul qazanmaq, bu ikisi həqiqətən də bir-birinin balansındadırmı və niyə yaxşı insanlar pul qazana bilmir? Ümumi belə deyək də o ümumi bir səsləndirilmiş fikirlə deyəsi olsaq. İstər yaxşı insan olmaq, istər də pis insan olmaq, bu ikisi də reallığın özünü əks etdirən bir şey deyil. Hər ikisi maskadır. İnsan ikisinin də arxasında özünün əslində kim olduğunu gizlədir. Aha, yəni bir insan deyirsə ki, mən yaxşı insanam, əslində pis tərəfini gizlədir. Özünü qəbul etməyib hələ, özü ilə bütünləşməyib və kölgə anbarına göndərdiyi, hansı ki o reallaşdıra bilmədiyi potensial o anbarda yatır. Məhz elə bu maska ilə daha çox gizlənir. Yaxşı insan deyirik özümüzə ya da bəzən də pis insan olmağımızla ön planda ola bilirik. Hər iki halda özümüzü qorumağa enerji sərf edirik. Və bu iki özünü qorumağa enerjisini həddindən çox sərf edən insanın pul gətirəcək, belə deyək, hövzələrə enerji axıtması nə qədər mümkün ola bilər ki? Çünki insanın potensialı sonsuz, həyat enerjisi isə limitlidir. Bir şey ki, biz axşam gedib yorulub yatırıq. Bu artıq kifayət qədər aydın göstərir ki, biz o qədər də limitsiz deyilik, bədənin içində yaşayırıq. Bədən bizim evimiz. Bu nöqtədə insan sadəcə və sadəcə özünü həzm etmədiyi üçün özünə ya yaxşı insan maskası geyinir, çünki bununla cəmiyyətdə qəbul oluna bilir, hardasa özünə yer tapa bilir və yaxud da bununla özünü qoruya bilir. Ya da bəziləri də aqressor, pis insan, özünün əslində çox zəif, incik tərəflərini gizlətmək üçün bunun maskanı taxır. Hər ikisinin də ortaq nöqtəsi başındadır. Dediyim kimi özünü qorumaqdır və bu insanların ikisi də əslində o qədər də belə deyək, pul qazanmaqda uğurlu ola bilməzlər. Yaxşı insanların, bu pis insanlar pul qazanır. Dünya pislərini də dediyi insanlar da pis deyil. Kimə görə, nəyə görə yaxşı və kimə görə, nəyə görə pis anlamında. Özümüzə icazə vermədiyimiz tərəfi insan özünə icazə verir. Biz onu pis adlandırırıq.
Çünki mən də özümə pis deyə icazə vermirəm. Birisi məni inandırıb ki, mənim bu emosiyam ayıbdır, utanc verici bir şeydir. Mən bunu göstərərəmsə sevilmərəm. Mən bunu göstərərəmsə başıma bir şey gələ bilər və bu təhlükəlidir. Və yaxud da mən bunu reallaşdıraramsa bu parçamı, nəslimin belə deyək, nəslimdən ayrı düşərəm. Yaxşı insan olmaq o zaman həm də belə deyək də görülməyən bir cəzanın mükafatıdır əslində. Çünki misal üçün deyək ki, mən öz nəslimdə pis insanam. Nəyə görə? Çünki başına buyruq insan anlayışı var bir də. Başına buyruqdur. Heç kimi dinləmir, heç kimi qulaq asmır. Yəni bu həm də bir çoxları üçün pis insan statusundadır ki, hə öz başınadır. Saymır, saymaz biridir. Amma kimə görə, nəyə görə və nəticədə gəlib baxanda potensialını reallaşdırma hissəsinə gələndə görürsən ki, əksər saymaz deyilən insanlar, əksər özbaşına deyilən insanlar əslində özünü daha çox reallaşdırır. Yəni burada bir təzad var. Yaxşı insan kimə görə, nəyə görə? Amma bir başqa bir məsələ var da. Bəzən deyirlər ki, o qədər yaxşı insandır ki, illərdir zəhməti ilə işləyir. Amma nə bir yerə gələ bilməyib, nə qazana bilməyib. Bax, bunun tam kökündə dayanan nədir? O bir yerə gəlmək üçün, o deyir, ümumi psixoloqlar misal üçün adətən ümumi danışır da. Deyir, özünü qəbul etməlisən, onu etməlisən, bunu etməlisən. Amma lap dəqiq danışsaq əgər, o yerə gələ bilmək üçün təməl elədiyi səhv nədir ki? Eyni döngüdədir. 20 ildir insan eyni yerdə işləyir, 10 ildir insan eyni yerdə işləyir və o, mən ona şey deyirəm də, siçan tələsi, tövləsi. Siçan tövləsindən çıxa bilmir. O döngüdən, o krujokdan da belə deyək, krujokdan çıxa bilmir heç cürə. Səhv yox, sadəcə sənin də dediyin kimi paterni görə bilmir və adamın birinci elə mərhələdə koqnitiv potensialı açılmayıb. Nə deməkdir bu? Səbəb-nəticə əlaqəsini hələ nöqtə atışı yaradacaq formada qura bilmir ki, birbaşa kör nöqtəni aşkarlaya bilsin. Amma buna hamımız tuş gəlirik. Mənim də coach olmağım məni həmişə bundan xilas eləmir. Zaman-zaman mən də bu kör nöqtəyə düşə bilirəm. Ümumilikdə isə məsələ ümumiyyətcə sistem necə işləyir? Bunun birinci tərəfində görünməz bir loyallıq dediyimiz hissə ola bilər ki, mənim göz açıb gördüyüm ailəm, nəslim hamı mütləq əziyyətlə pul qazanıb ya da belə bir belə də ritualımız var. Biz əziyyət çəkək, amma qarşılıq almayaq. Mən də nəslimi davam etdirirəm bu formada. Görünməz bir loyallıq var və nəslimdən fərqli olmaq mənim üçün təhlükəli ola bilər. Çünki başqa cür necə ola bilər bununla bağlı mənim özünü qoruma strategiyalarım yoxdur. Və real кейslərim də yoxdur. Bəli, beyin sübutu görməyib ki, başqa cür olanda da sağ qalmaq mümkündür. Başqa cür olanda da qəbul oluna bilərsən və sən başqa cür seçimlər etsən də yenə də o nəslə aidsən. Yəni sənin damarında onların qanının axmasını heç bir fərqli seçim dəyişdirə bilməz və bu qədər qorxulu deyil. İkinci bir məsələ nədir? Bizim bu şikayət etdiyimiz ya da içindən çıxa bilmədiyimiz vəziyyətlərin özünün bizə qazandırdığı bir həzz var. Həzz dedikdə, axı şikayət edirik. Həzz həmişə mütləq pozitiv bir şeydən olmamalıdır. İnsan həzz almadan yaşaya bilməz. O deyir, xaosdan qidalanıram. Onun özü belə həzdir. Aldığı bir həzz var. Nə kimi ola bilər? Bu vəziyyətdə qaldığı üçün diqqət mərkəzində ola bilir. Yazıq statusunda. Daha başqa bir nüans nədir? Bəlkə anasını itirib, bəlkə atasını itirib. Onların ssenarisini təkrar etdirərək məhz bu cür. Mən də sizin kimi maddi sıxıntı çəkirəm. Mən də sizin kimi özümü reallaşdıra bilmirəm, bəlkə güclü ola bilmirəm və s. Və baxın, mən də sizə aidəm. Və beləliklə həm də özümü güvəndə hiss edirəm ki, onlar mənim yanımdadır. Yəni, həmin o ana deyəndə, məsəl üçün, yaşadığım duyğulardan da biri budur. Maddi sıxıntı, anamın yaşadıqları, o duyğuları mən daşıyıram emosional yaddaşda. Və mən hər təkrarda anamı yanımda bununla hiss edə bilirəm. Bunun mənə verdiyi bir həzz var. Biraz şeyə bənzəyir. Ana məni döysə də ayağından yapışmışam, ağlayıram. Məni döyən də odur, incidən də odur. Amma nə də olsa anamdır. Yenə güvəndiyim yer buradır. Və tanıdığım o cəhənnəm, indi analara demirəm cəhənnəmi, bu deyimdir, bilirsiniz ki, bilmədiyim cənnətdən həmişə daha yaxşı olur. Çünki onu tanıyırsan və artıq bilirsən.
Hə, burada daha sonrası təxmin edilə biləndə hardasa ki, bu ssenarinin içində bu baş versə də Bu bir mən növ burada şeyə qala bilərəm. oxşuyur da. Anamız bizi biz 90'lar uşaqları hamımız o oxlov və şəpiti görmüşük də. Bu bir növ ona oxşuyur ki, döyəcək, hirsi soyuyacaq və sonra keçəcək. Yəni bir növ artıq bilirik ki, ssenari necə qurulubdur da ki, hə, o həmin anda əsəbidir, o əsəbini çıxarmalıdır, o əsəbini çıxaracağı yer mənəm. Məni döyəcək, rahatlayacaq. Daha sonra məni sevən bir anaya yenidən qayıdacaq. Yəni bir növ bu ssenari ilə gedirik də. Hə, çünki günün sonunda doğrudan da hardasa özücə sevir də bu ana övladını. Burada öz mövzumuza qayıtsaq əslində ki, məsələnin potensial tərəfində insan nəyi görsə, nəyi anlasa dəyişimə daha ürəkli gedə bilər. Bu odur ki, öncəliklə belə bir ehtiyacımızın olmağı, yəni özümüzü güvəndə hiss etməyə olan ehtiyacımız, təhlükəsizlik ehtiyacımız, bunu təbii qəbul edirik. Sadəcə nəyi dəyişirik? Bunu ödəmə şəklimizi dəyişəcəyik. Şəxsi inkişaf ehtiyacı aradan qaldıraq. Bundan sonra bir də heç vaxt təhlükəsiz hiss etməyə, özümüzü qorumağa ehtiyacımız olmayacaq deyil. Özümüzü qoruma üsullarımız saxta versiyadan çıxıb həqiqi və doğrudan da effektiv versiyaya keçəcək və bu prosesdə biz həm də gücümüzə yavaş-yavaş yaxınlaşacağıq ki, özümüzü qəbul edərkən birdən-birə dağılmayaq. Çünki insan daha çox öz gücündən qorxur. Öz daxili potensialından. Məsələn, filan qədər pulum olsa, tutalım, nəslim, xalalarımla məsələn əlaqə saxlamaram. Deyir, ay Allah, məni elə qudurdu ki, qoy desinlər. Məni elə pullandırdı ki, qoy desinlər, qudurdu. Hə, bax, o qudurduğunu zarafata salırıq, amma gerçəkdən də bunu eşitməyə hazırıqmı? Bu nöqtədə biz dağılma yaşayırıq və qaçırıq öz gücümüzdən. Özümüz başlayırıq özümüzü sabotaj eləməyə ki, o etiketi yeməyək. Ehtiyacımızın olmağı təbiidir. Bunu qarşılama şəklimiz dəyişməlidir. 5 yaşında uşağın strategiyası ilə 30 yaşında bir insan öz təhlükəsizliyini təmin edə bilməz. Belə bir reallıq yoxdur. Etməyə çalışarsa, onsuz da uğurlu da olmaz. Yenə də özünü təhlükədə hiss eləyəcək. Çünki pul azlığı insanı heç bir şəkildə tam olaraq təhlükəsiz etdirə bilməz. Nə qədər biz layıqlıqla özümüzü güvəndə hiss etməyə, aid hiss etməyə çalışsaq da. Şey kimi, acıyırsan, həmişə burger də yeyə bilərsən, amma brokoli də yeyə bilərsən. İkisində də doyacaqsan. Bir, bunun başqa yolu olduğu ilə bağlı sabotajımızı dayandırırıq. 2, brokoli ilə də doyacağımıza inanmalıyıq. Yəni bu belə kompleks bir iş tələb edir. Bax, müasir psixologiya deməyək, daha çox müasir psixoloq, kontent yaradıcıları olan psixoloqlar dinlədikdən sonra, ümumi analiz elədikdən sonra deyirsən ki, ayda, əslində hər şeydə mənim valideynlərim günahkardır. Onlar belə eləməsəydi, mən bugün bu yerdə olmazdım. Ya da mənim zarafata ən sevdiyim şey, ən çox da sosial mediada rəylərdə bunu görürəm. Deyir, atam o vaxtı niyə heç olmasa Gürcüstan tərəfə keçmədi? Ki bugün biz bəlkə də Avropaya vizasız gedib gələ bilərdik. Yəni orada belə biz atalarımızı günahlandırırıq da ki, yəni sual verirəm, sən indi niyə keçmirsən? Yəni bax, o günahlandırma hissəsində biz həm də mövcud yarana biləcək potensialımızda daha da kölgə salmırıqmı? Yəni həqiqətən valideynlərimiz günahkardır, yəni bizim mövcud bu vəziyyətdə olmağımızda. Burada əslində məsələnin tamamilə başqa bir bucağı var. Etdiyimiz bu davranış bizim hələ emosional böyümədiyimizi birbaşa göstərir. Ki biz hələ də gözləyirik ki, mən bir şarı istəyəcəm, onu ya ana alsın, gətirsin, ya ata alsın, gətirsin. Bu davranışı niyə edirəm? Eynən. Yəni, bu davranışı edirəm, amma niyə edirəm? Böyüməmişəm. Buradan başlamaq lazımdır məsələyə baxmağa. İnsan böyüdüyünü necə başa düşür? Yəni, harada anlamalıdır ki, mən burada uşaq kimi davrandım. Uşaq kimi davranış nədir? Bax, mənə elə gəlir ki, bugün bizim cəmiyyətdə ən böyük problem budur ki, insanlar öz həyatında
özlərindən başqa hər kəsi günahkar görür. Bax deyir ki, uşaq pulunu azaldıblar. Demir ki, mənim bu uşağı doğmaq üçün gücüm və pulum çatmırsa, mən niyə bu uşağı doğuram? Yəni onu belə dövlətdən gözləyir. Yəni bizim yaradacağımız, bizim törədəcəyimiz bir varlığın belə dəstəyinin alınmasını biz dövlətdən gözləyirik. Kimdənsə gözləyirik, kimdənsə umuruq. Bu əslində özü uşaq davranışı deyilmi? Yaxşı sualdır. Bunu düşünməmişəm açığı. İndi düşünəcəm cəzəylə. Dövlətin cəmiyyət qarşısında əslində müəyyən məsuliyyətləri var. Nəzərə alsaq ki, bütün inkişaf etmiş dövlətlərdə də uşaq pulu kimi bir dəstək verilir və bütün insanlar həyata eyni nöqtədən başlamadığı kimi eyni formada da davam eləmir. Bəzilərimizin doğrudan da nə etməyimizə baxmayaraq imkanlarımız açılmaya bilir. Şans faktorları olur və yaxud da dediyim kimi şəxsi inkişaf belə bizə əl çatmaz bir yerdə olur və s. Bu halda biz bu insanları tamamilə kənarlaşdıra bilmərik sistemdən. Onlar da bizə aid bir sistemin parçasıdır. Biraz bu məsələ qarşılıqlı müştərək şəkildə yaşamağı bacarmaqla əlaqəlidir burada artıq ki, tamam, dövlətin də mənə dəstəyini istəyərdim, ehtiyacım var bir dəstəyə və umma biləcəyim yer buradır. Çünki cəmiyyət qarşısında öhdəliyi danılmazdır. Ancaq bu işdəki mənim payım nə qədər idi və mən öz öhdəmə düşəni həqiqətən nə qədər daşıya bilirəm. Daha başqa bir nüans, həyatda bəzən, hətta çox zaman məsələlər bizim xəyal etdiyimiz kimi olmur. Xəyal qırıqlığının içərisində qala bilmək çox qiymətli olur bu nöqtədə ki, mənim ehtiyacım ödənmədi və mən çox məyusam. Xəyal qırıqlığına uğradım. Bunu bir dənə həzm eləməliyəm. Bax, o həzm anı necə baş verir? Tam da dediyim kimi etiraf edərək ki, bəli, biz baxdıq ki, mən öz öhdəmə düşənləri eləyə bilirəm ya da özüm də bacarmıram deyə bir umuntum var idi, etiraf eləmək bunu. Amma nə burada nə oldu, nə də özümə verə bildim. Həm başqası, həm özüm tərəfindən məyus oldum. Mən hal-hazırda məyusam. Bunun ağrısının içində qalmaq, birazdan 90 saniyə bioloji vaxtı var da, səngiməyinə şərait yaradacaq və sən emosiyanı yaşadığın üçün, etiraf elədiyin üçün, azadlaşdığın üçün əslində o an beyninə bir başqa çıxış yolu da gələ bilər. Yəni, doğru anladımsa səni, biz çox vaxtı öz duyğularımızı etiraf etmirik və bir çox hallarda dilə gətirmədiyimiz üçün onu sadəcə görməzdən gəlirik və bu bizim mövcud potensialımızı da limitləyirmi demək istəyirsən? Ona çıxışımızı bağlayır. Çıxışımızı bağlayır. Bax, burada aksesimiz olmur. Bax, burada çox maraqlı bir detal var ki, etiraf etmək, bax, mən müşahidələrim nəyi göstərir? İçi özüm qarışır. Bir dönəm etdiyim işlərin uğurluq olmamasında özümdən başqa hər kəsi günahlandırırdım. Sistem günahkar idi, müştərilər günahkar idi, insanlar günahkar idi, ailəm günahkar idi, hər kəs günahkar idi. Ta ki, bu sualla üzbəyüz qalana kimi ki, sən günahlandırmamaq üçün nə etmisən? Yəni, bəzən mənə elə gəlir ki, bizim həyatımızda ən böyük boşluq doğru sualı verən insanlarla əhatə olunmamağımızdır. Yəni, misal üçün, mən sosial medianın belə dönəmində buna inanıram ki, əslində şəxsi inkişafın hazırda limiti yoxdur. Çünki kontent yaradıcıları kontentləri və sahələri inkişaf etsin deyə o sahədə çox kontentlər yaradır. En sayda bu sahədə kitablar var, en sayda materiallar var və bunun qarşılığında belə biz əgər bugün bəsit sual vermə bacarığımızı ya da bəsit sual verə bilən insanlar, biz adətən nə olur? Misal üçün, mən bu yaxınlarda bir rəfiqəmlə danışan dedim ki, mən hal-hazırda istəmirəm sən mənə fikir bildirəsən. Mən hal-hazırda istəyirəm ki, sən məni dinləyəsən. Adətən biz söhbət eləyəndə nə olur? Mütləq ki, qarşı tərəf müdaxilə edir.
Bax, sən sözünü bitirmirsən, o artıq sənə məsləhət verməyə başlayır. Halbuki sənin o məsləhətə ehtiyacın yoxdur və sən ümumiyyətlə məsləhət almaq istəmirsən. Sən sadəcə istəyirsən ki, dinləniləsən. Ya da istəyirsən ki, məsəl üçün mən coaching aldığım zaman ən çox ehtiyacım olan şey mənə doğru sual verilməsidir. Ya mənə lazım deyil ki, məsəl üçün desin ki, sən belə yox, belə et. Deyilsin ki, ümumiyyətlə sən nə eləmək istəyirsən? Ümumiyyətlə sən kimsən? Bax, bizim bəzən həyatımızda bu sualı verən adamımız yoxdur. Yəni, misal üçün, məni izləyən və əminəm ki, səni də izləyən ən sayda qadın var ki, başa düşür ki, nəsə səhv gedir. Amma tuta bilmir nədir səhv gedən. Bax, burada bir potensial sancısı yaşayır əslində. Bunu necə ən azından o beynindəki sualın davamını gətirməsi üçün nə eləməlidir bu adam? Bax, bu qadın hardan başlamalıdır ki, başa düşsün ki, mən buna görə bu döngüdəyəm, ya da ki, mən bunun ağrısıdır yaşayıram, ya da mən bunun sancısıdır çəkirəm neçə müddətdir. Çox təəssüf ki, bunun bir dənə cavabı yoxdur. İnsan bu qədər sadə bir varlıq deyilmi deyim, ya da sxemlərə sahibmi deyilmi deyim, mürəkkəb sxemləri var insanın, ona görə mütləq bunu bilsə düzələcək deyə bilmirəm. Bu da mənim limitləndiyim yer olsun. Ancaq istər özümdən yola çıxaraq, istər coach olaraq bunu deyə bilərəm ki, əgər mənim etdiyim bütün metodlar işə yaramadısa və mən limitime çatdımsa, ən azı bunu deyə bilmək ki, başqa bir baxışa ehtiyac var və bu ehtiyacı normal qəbul eləmək. Yəni, mənim zəifliyim, mən niyə özüm başa düşmədim ki, kiməsə də gedib bunu açıram. Bəzi insanlar tacını yerə qoya bilmir. Qəşəng cümlədir. Halbuki çıxarıb bir dənə qoysa, elə birinci yükün özü gedəcək. Ki, bu tac mənim bir parçamdır, mənim bütünüm, özüm deyil. Əslində çox qəşəng yerə toxundun. Misal üçün, mənim təcrübəmdə həyatında heç vaxt psixoloq dəstəyi almayan, heç vaxt professional dəstək almayan insanlar ən birinci o tövsiyəni verəndir. Deyir, sən psixoloq ehtiyacın var, psixoloqa get. Ya da deyir ki, sən falan şeyi elə. Amma mən həyatımda dəstək alan heç bir insanın belə cümlə işlətdiyini görməmişəm. İki özümdə. Yəni, yadıma gəlmir ki, kiməsə deyim ki, danışır və onun söhbətindən qıcıqlanıram deyə, ya da nə bilim, nə var, nəsə deyim deyə, yadıma gəlmir ki, deyim ki, bunu elə. Misal üçün, ən yaxşı halda izləyicilərimlə kommunikasiyada görürəm ki, bu aşırı şəxsi bir mövzudur. Deyirəm ki, bəlkə bunu bir professional dəstəklə həll edəsiniz. Tövsiyə edirəm. Sualla. Yəni, o sualın qarşısında özünün qalmasını istəyirəm. Amma bilmirəm, bəlkə də yanlış budur. Orada artıq özümü də limitləmiş ola bilərəm. Aşırı overthinking vaxtım gəldi. Aşırı o hissədə olduğuma görə. Yəni, sənin bu mövzuda nə düşündüyün əslində mənə maraqlıdır. Okey, bax, burada da yenə bir dənə tək bir vahid cavab yoxdur. Amma ümumiyyətlə, şəxsi inkişafın təqdim olunduğu mühit çox önəmlidir. İnsana sən yetərsizsən, al bunu yetərli olacaqsan dediyin an, insan buna qarşı bir agresiya hiss edə bilər və özünü sübut etmə çabasına girə bilər. Bu nöqtədə biz yaxşılıq etmək istəyərkən əslində bir növ adamı daha çox dəyərsiz hiss etdirmiş ola bilərik. Şəxsi inkişafı gerçəkdən bir çıxış yolu, ona bir kömək olaraq görə bilməsi çox önəmlidir bu nöqtədə ki, mən yetərsiz olduğum üçün yox, həqiqətən də bir belə deyək, dəstək ehtiyacını hiss etdiyim üçün buna gedirəm. Daha başqa məsələ, insan həkimə getmək üçün öncə xəstə olduğunu qəbul etməlidir də ki, mənim bir sıxıntım var və mənim artıq gücüm tükənib deyə bilməsi çox qiymətli bir şeydir ki, o davamını gətirə bilsin. Amma ən başında dediyim kimi, görəsən o bunu necə bir təklif olaraq gördü, sən yetərsizsənmi kimi anladı və bu ona daha başqa bir tetik mi oldu, necə deyərlər, və daha da çox mu məyus hiss etdi? Bir də sənin tərəfinə, yəni səni demirəm,
ki digər bir insan tərəfindən bir də orada bir məyusluqmu hiss etdi və bundan daha çox qaçdı. Daha başqa bir məsələ nə ola bilər? İnsan ümumiyyətlə dəstək alırmı? Bəlkə bu ümumiyyətlə istənilən mövzulardan. Bəli. Bəlkə bu dəstəyi almamaq elə məhz onun ehtiyacını qarşılayır. Məsələn, özünü önəmli hiss etmə ehtiyacını qarşılayır bəlkə. Mən hər şeyə çatıram, mən olmasam sistem dağılar, mən gizli güc ehtirasını doyurur bəlkə. Yəni görürsən, fərqli aspektlər var. Hər bir halda almaya bilər. Bax, burada belə bir məsələ var ki, hər insan mı potensiallıdır? Misal üçün, biz deyirik ki, potensialını kəşf et. Hər insanın mı buna həqiqətən ehtiyacı var? Yəni, o potensialını kəşf eləməsə ya da onun bastırılmış bir potensial, misal üçün, çox yaxşı rəssamdır, amma həyat şəraiti ona elə gətirib ki, o rəssamlıqla məşğul ola bilmir. O bankda 9-6 işləyir. Yəni, burada o insan həqiqətən də o rəssamlıq qabiliyyətinin üzərinə getməlidirmi, yəni? Ki, nədir, çox yaxşı şəkil çəkir. Amma onun hazırki ailə ehtiyacı 9-6 işləyib, oradan maaş qazanmasıdır əslində. Hər insan potensiallıdır. Sistem bu baxımdan ədalətlidir. Birimizə verib, birimizə verməsə, ədalət burada pozulardı. Və çox doğru nöqtəyə toxunursan, insan bu dəqiqə özünü maddi cəhətdən təhlükədə hiss edirsə və reallığında öhdəliyi çoxdursa, bəli, o bu dəqiqə rəssamlıq haqqında düşünməyəcək. Ancaq heç olmasa bunu bir hobbi kimi reallaşdırsa, kölgə tərəfi onu qara-qara izləmədiyi üçün adam bir qədər hazırdakı öhdəliyinin içində daha rahat qala biləcək, emosional dayanıqlığı artacaq. Okay. Yəni 9-6 işinə aşırı aqressivləşməyəcək mənasında. Çünki o zaman axı sən özündən tamamilə vermiş olursan. Bu reallıqdır ki, bəli, mənim bu dəqiqə təsəvvür edin ki, yeni bir övladım dünyaya gəlib, kimsə çıxıb mənə deyir ki, günəşi hiss elə, nə bilim, neynə, mən daha əsəbləşərəm. Meditasiya et. Mən daha da əsəbləşə bilərəm. Burada məsələ budur ki, bu insanın bu dəqiqə ehtiyacı doğrudan da nədir? Biz bunu görək və bunu necə qarşılaya bilər və nə qədərini qarşılayıb, nə qədərini qarşılamasa, heç olmasa həyatın içində davam edə biləcəyi şəkildə qala bilər. Bunu iki ən azı təmin eləsin. Çünki doğrudan da bəzən reallığımız uyuşmur da o yaradıcılıq nöqtəsindən. Çünki yaradıcılıq üçün mənim təhlükəsiz hiss etməyimə çox ehtiyac var. Stresslə yaradıcılıq bir yerdə çox da olmur. Bax, Jalə, çox gözəl bir nüansa toxundun. Müasir sosial media insanlara hər şeyin ən gözəl tərəfini göstərir. Misal üçün, deyək ki, anadır, yeni doğum edir və bu qadın dayanmır. Və paraleldə qadın var ki, yeni doğum edib və yataqdan dura bilmir. Sosial medianın hər kəs deyir ki, bağlanmalıdır, göstərilməməlidir, bu insanlara pis örnək olur, pis yönləndirir və s. Ya da nə bilim, hər kəsin imkanı çatmır, sən durub, sənin şəraitin icazə verir, sənin uşağına baxan var deyə, sən durub makyaj eləyə bilirsən, mən eləyə bilmirəm. Yəni, limitləyərək biz həqiqətən qarşı tərəfin ehtiyacını tamamlaya biləcəyikmi, bilirikmi? Misal üçün, bir qadına yeni doğuş etmiş və özünə baxan bir qadına, hal-hazırda yataqda olan bir qadın baxıb, səni lənətə gələsən, mən sənə görə yataqdayam demirsə, niyə onun baxımlı olması bu biri tərəfi əzərək görür iməz? Niyə belə görmür ki, mən necə eləyə bilərəm ki, dəstək alım, dəstək istəyim? Bax, niyə məhz biz hər şeyin, belə deyək də, bir çoxlarımız hər şeyi məhz negativ tərəfdə görürük ya da negativ tərəfdə dəyərləndiririk? Niyə biz burada pis trigger oluruq? Niyə negativ trigger oluruq? Niyə pozitiv trigger olmuruq ki, görə burada bizim xeyrimizə nə ola bilər? Amma deyirik ki, ayda ona bax, o bəzənir.
mən bəzənə bilmirəm, mən heç yataqdan da qalxa bilmirəm. Amma ona bax, köpək qızı nə qəşəng də gəzirir. Yəni bax, niyə adətən bu tərəflərdə dolaşırıq? Paxıllıq əslində potensialın açılması üçün yaxşı bir simptomdur. Sadəcə bilirsən, bu necə bir şeydir. Sən çox bahalı bir markadan əslində çox funksional bir tuş deyirlər də, maskara almış ola bilərsən, amma doğru istifadə etməyi bilmədiyin üçün yenə sənin kirpiklərin yaxşı görsənməyə bilər. Bu da insanın əslində həmin vaxt o simptomu görüb, belə deyək, düzgün istifadə edə bilmədiyi nöqtədə bloklayır onu əslində. Yəni burada problem onun paxıllıq hissinin, qıcıq hissinin oyanması yox. Onu gündəmə gəlmiş bu cür gözəl bir resursu istifadə etməyi bilməməsi ilə qaynaqlıdır. Ki orada özünü bloklayır, niyə paxıllıq eləyir və bəli biz o an aqressiv bir şəkildə deyə bilərik ki, hə yox, məsəl üçün acılar da var, sən bunu göstərmə və s. Bu biraz bizim dəyərlərimizlə artıq həm də bağlıdır. Mənim dəyərlərimdə məsəl üçün deyək ki, mən oruç tuturamsa, kimsə yemək yeyirsə, mən buna trigger olan bir insan deyiləm. Çünki mənə görə bu mənim seçimimdir və o şəxsi qəbul eləmirəm. Ancaq başqa bir insanın dəyərləri fərqli ola bilər və dəyərinə toxunduğu üçün ayağa qalxmış da ola bilər. Hər bir halda yaxşı olar ki, insan buna bir baxsın ki, bu mənə bu qədər daxildən toxundu, bu nəyə görə bu qədər daxildən toxundu? Onda bunu ümumiləşdirsək əgər, bugün biz cəmiyyət olaraq və insanlıq olaraq, çünki mən bunu sadəcə Azərbaycana aid etmirəm, bizim ən böyük boşluğumuz və ən böyük, belə deyim də, o tərəfə getmədiyimiz tərəfimiz məhz özümüzü sorğulamaq. Yəni, mövcud situasiyanı sorğulamırıq ki, bu niyə belə oldu? Biz deyirik ki, bu belə oldu, günahkar filan kəsdi və üstündən ötüb keçirik. Bizdə burada, belə deyək də, bax, potensial elə belə yerdə gizlənmirmi? Yəni, bayaq dedin ki, əslində sistem bu mənada ədalətlidir ki, hər kəsə bu potensialı verir. Amma bizim örtbasdır elədiyimiz tərəf məhz budur ki, kimi bu potensialı görür, sorğulayır və daha yaxşı həll yolları axtarır. Kimi isə potensialı görür, günahlandırır və o potensialı özü orada boğur. Yəni, əslində yaxşı insan özü pul qazana bilmir. Yəni, bizim mövzunun əsas təməlinə gəlsək, günün sonunda yaxşı insan yaxşılığını belə limitləyir. Ki, okey, mən burada bunu görürüm. Nə mənada yaxşılığını? Məhz özünə yaxşılığını. Çünki orada artıq özünə pislik etmiş olur da ki, öz potensialını boğdu. Yəni, bu insan potensialını boğdu və bu insan davamını gətirmədi bunun üçün. Yəni, özünün daha yaxşı versiyası üçün çalışmadı. Elə dedi ki, sosial mediada da artıq hamı çox saxtadır, çox belədir, çox elədir və orada da bitirdi məsələni. O zaman belə bir sual yaranır. Mənim əvvəlki sualıma qaydası olsa, onda belə çıxır ki, okey, hər kəsin potensialı olur, amma hər kəs o potensialı açmamalıdırmı? Yəni orada artıq belə bir sual yaranır. Yəni, hər kəsə bu potensial ədalətli şəkildə verilir, amma heç də hər kəs bu potensialı açmamalıdır. O zaman burada bir təzad yoxdurmu əslində? Belə deyək. Bunu biz bu nöqtədən həzm eləsək məsələn, hər kəsə verilib sistem ədalətlidir, amma hər kəs reallaşdırmayacaq. Bəzi insanlar da reallaşdırmadan gedəcək. Bəlkə də elə onların da missiyası budur. Maraqlı. Dəstək almamaq dedin bayaq. Bəzilərimiz dəstək almamağı qorxu kimi görür. Əsas triggerimiz elə dəstək almaqdır. Uzun illər mən özümə sübut etməyə çalışırdım və həyat mənə məhz bu insanlarla gəlirdi ki, mən hər dəstək aldıqca köstəyə məruz qalırdım. Sonra bir anda fərqində oldum ki, mən öz iç dünyamda bu sistemi elə qurmuşam ki, mən məhz köstək alacağım insanlardan dəstək almağa çalışırdım. Necə bu frekansa keçə bilərik ya da
necə bunun fərqində ola bilərik ki, hə bax və yaxud da X bir insan mən artıq dəstək ala bilmə enerjisindəyəm. Yəni mən artıq bu dəstəyi həqiqətən də bütün ürəyimlə almaq istəyirəm və yaradanmı desək, Allahmı desək, kainatmı desək, evrənmi deyək. Yəni bunun adının fərqi yoxdur da. Və o mənə məhz bu dəstəyi edəcək insanları yönəltsin. Yaxşı sual. Məsələ budur ki, görünənin əksinə bir şeyləri vermək daha asandır. Nəinki bir şeyləri almaq və qəbul etmək. İnsan bir şeyləri verdiyi zaman yox, məhz alıb qəbul etdiyi anda daha çox təhlükədə hiss eləyir. Çünki borclu hiss edir bizim cəmiyyətdə özəlliklə çox insan. Və bu borcun altından necə çıxacağını bilməyən bir uşaq var içində. Bizim mədəni kodlardan yola çıxsaq, anamızın haqqı da ödənmir axı. Və mən deyərdim ki, insafsız olmaram desəm, 98% insan Azərbaycanda içində bir nöqtədə xəbərsiz bir şəkildə özünü hər düzəltdikdə, öz potensialını hər bastırdıqda, almağı hər rədd etdikdə, əslində yenidən və yenidən bu nöqtədə də anasının qarşısında borcu qalmaqdan qaçır. Bax, bunu mən özüm də yaşamışam. Mənim anam çox dəstəkləyən bir insan olub və çox çətin anlarda mənə yatırım etməyi seçib. Amma mənim o vaxtki sinir sistemim üçün bu həm xoşkən, həm də naxoş idi. Naxoş o tərəf ki, içimdə bir yerdə qorxurdum ki, birdən bu insan bu qədər fədakarlıq edir. Bəs mən birdən yaxşı nəticə verə bilməsəm nə olacaq? İmtahan stresi yaratdı bu məndə. Bunu gizlətmək, bir çox şeylər. Mən də elə beləcə dəstək almağa rahat, xüsusilə mən qadınlardan dəstək çox ala bilmirdim. Atama qarşı o qədər bu duyğunu yaşamamışam ki, anama qarşı bu duyğunu yaşamışam və bir gün baxdım ki, mən sadəcə borclanmaqdan çox qorxuram və aldığım dəstəyə sanki layiq ola bilməməkdən qorxuram və almaq mənim üçün təhlükəli bir şeyə çevrilirdi bu nöqtədə və o borcun duyğusunda qalmaq mənim sinir sistemim üçün çox ağır idi. O elə çox maraqlı bir detaldır. Bunu dəyişəndən sonra almaq zamanla mənim üçün, xüsusilə qadınlardan almaq zamanla mənim üçün təhlükəsiz olmağa başladı və yavaş-yavaş bunu həzm edə bildim. Layiqliyimin sərhədləri artdı. Bax, bu da artıq mənim öz dəyər potensialımın da açılması idi və mən bunu həzm elədim özüm üçün ki, biriləri mənə bir şey verə bilər və mən onunla bu anda yaxınlığı dərinləşdirəcəm, amma bu demək deyil mən özümü itirəcəm, bu demək deyil mən mütləq qarşılıq verməliyəm və s. Çünki bu bir ticarət deyil Jalə, bu bir münasibətdir və icazə ver başqaları səni sevsin. İcazə ver, bunun içində sən azad hiss edə biləsən. Axı sənin öncə dəyərin azadlıqdır. Bunu burada da hiss edə bil. Mən düşünürəm ki, məsələ budur. Çox sıx rastlaşdığım insanlarda da budur ki, insanlar aldıqdan sonra xəyal qırıqlığına uğratmaqdan qorxur. Sevgini, dəstəyi aldığı insanı. Hətta bu coachu belə olsa. Mən çox zaman buna görə müştərimə deyirəm ki, sən çox əla gedirsən. Həqiqətən çox təqdirə layiqdir sənin addımların. Amma bunu demək istəyirəm. Bəzən 4-5 seans eyni mövzunun içində qala bilərik. Hələ də sənin o ürəyincə performansı göstərməmiş ola bilərsən. Unutma ki, bura performans göstərməyə gəlmirsən. Bura özünə yaxınlaşmağa gəlirsən. Bax, Jalə, bayaq çox gözəl bir şey dedin. Elə bununla da mövzumuzu yekunlaşdırmaq istəyirəm. Dedin ki, biz alıb daha sonra layiq olmamaqdan qorxuruq. Mən buna inanıram ki, bizdə təvazökarlıq duyğusu küçümsəmə duyğusu ilə bərabərdir. Biz təvazökarlıq adı altında özümüzü əzirik. Bax, deyirsən ki, alıram, amma özümü ona layiq bilmirəm ya da özümü təhlükədə hiss edirəm ki, o aldığım enerjiyə layiq ola bilmərəm. Yəni, bax, misal üçün, birinə sən gözəlsən dediyin zaman
demir, çox təşəkkür edirəm. Deyir, o sənin gözəlliyindir. Yox bacım, sən gözəlsən və təşəkkür et və keç. Təvazökarlıq budur. Amma küçümsəmə nədir? Deyir, yox, sən daha gözəlsən. Ya da deyir ki, yox, o sənin gözəlliyindir. Ya da o sənin gözəl gözlərinin gözəl. Yox, sən gözəlsən. Bax, burada əslində biz təvazökarlığı abartırıq. Yəni onun içinə belə öz mövcud potensialımızı boğuruq. Yəni sən gözəlsən. Bunu qəbul et. Bunu belə qəbul etmir. Bax, bəzən mənə görə potensialın qəbulluğu ən bəsit şeydə dayanır. Bu insan gözəldir və bu insan bəsit gözəlliyini belə qəbul eləmir. Güzgüyə belə baxmır. Güzgüyə baxmağı belə özünə layiq bilmir. Mən o insanlardan olmuşam. Ergənlik dövrümdə akranlarım tərəfindən, yəni özüm kimi ergənlər tərəfindən psixoloji deməyək, bullyingə məruz qalmışam, məhz görsəllik baxımından və həddindən artıq çox məruz qalmışam. Yəni düşünün ki, burnuma donuz burun deyirdilər. O dərəcədə məruz qalmışam və mən illərlə güzgüyə baxmadım. Yəni güzgüyə necə baxırdım? Tez bazar saçım, fokuslandım, yığdım, getdim. Amma bir çizgilərimi baxıb, onu qəbul edib, onu görməyi seçməmişəm. Ta ki, çox bəsit bir gəzintidə bir xarici bir qadının yaxınlaşıb, necə unikal üz cizgiləriniz var deyənə qədər. Yəni mən ondan sonra güzgüyə baxmağı sınadım, seçdim. Elə yekunlaşdırası olsa, təvazökarlığımız bizi məhv etmirmi əslində? Ya da təvazökarlıq sözü altında gizlətdiyimiz əslində özümüzü küçümsəmə duyğumuz. Niyə küçümsənirik, niyə küçümsəyirik? Və bunu niyə təvazökarlıq adı altında ört-basdır edirik? İnsan biraz təvazökar olar. Əslində, bax, özün çox qəşəng bir misal verdin, düzdür. Dedin ki, akran zorbalığı da, türkçədə olsa belə də deyək, məruz qalmısan. Avtomatik gözəl olmaq və görünmək sənin üçün təhlükə olaraq kodlanır. Və yerindəcə sənə Rusca qaryaçı kartoşka deyirdik də biz, isti kartoşka sənə geri qaytarır. Yenə gördün, gəldik ora toxunduq ki, adam bu vəziyyətin içində rahat hiss eləmədi. Bu birinci məsələdir. İkinci məsələ, öz dəyərimiz aşağıdırsa, bunu qəbul eləyə bilmirik. Çünki layiq hiss eləmirik. Daxili icazəmiz yoxdur. Dəyər nə deməkdir? Ümumiyyətlə, dəyər sözünü çox işlədirik. Daxili icazə deməkdir. Bunu bir tavan olaraq düşünsək, gəlirəm, mənim tavanım 1.20-dir, sən mənə verirsən 1.40. İstəyirəm, əslində başım tavana dəyir və o tavanın səsi o içimdəki səs, tak səsi. O qırılma səsi məni qorxudur. Düşürəm aşağı, burada dayanıram ki, nəsə olacaq, təhlükədəyəm. İndi bu insanın nə etməli lazımdır? Tavanını yüksəltmək lazımdır. Və bu zaman və əmək tələb eləyir. Bəzən tək başımıza edə bilmirik. Bu nöqtədə özünə bir icazə, bircəcənə icazə versin ki, mən gedim bunu həll edim. Və bunun üçün özünə doğru motiv tapa bilər. Əgər öz gücündən qorxursa, deyə bilər ki, sadəcə özümü başa düşmək üçün gedirəm və bunun nəticəsində mən yenə də həll yoluna getməyə də bilərəm. O şeytanı ilə bir müqavilə bağlaya bilsin. Bütün məsələ əslində potensialı reallaşdırmaqda da, hər şeydə də iki əsas nüansdır. Mən bütün terminologiyanı sizəm. Hər şeyi unutsam, keçmiş və s. şuuraltı məsələləri də. Bir, özünə yalan danışmayacaqsan. Özünə yalan danışan insan potensialını aça bilməz. Yəni, yaxşı insanam, pis insanam, sırf özünü ümumiləşdirərək bir etiketin altında varlığını belə deyək, göstərməyəcəksən. İki, fərqinə varacaqsan ki, bu normaldır ki, biz öz gücümüzdən qorxuruq. Potensialla qorxu bir-biri ilə sevgilidir. Bunlar həmişə yan-yana olacaqlar. Mən bu nöqtədə sadəcə nə edə bilərəm? Qorxunu yanıma alaraq potensialla ancaq bu cür əlaqəyə keçə bilərəm. Əla mövzudur. Vəssalam. Əla. Çox təşəkkür edirəm Jailə, gəldiyin üçün, vaxt ayırdığın üçün. Bizim səndən bu ikinci podkastımızdır, amma birinci üzbəyiz podkastımızdır. Birinci podkastımızda isə biz niyə gəlirlərimizi artıra bilmirik və niyə xərclərimizi nəzarətdə saxlaya bilmirik. Burada linkini qoyacağam. Maraqlı gələrsə keçid edib onu da izləyərsiniz mütləq. Belə ninja mamalar, düşünürəm ki,
hər kəsin öz potensialını açması üçün onun özünün doğru zamanı var. Bu zaman kiminə 20 yaşda gələr, kiminə 30 yaşda, kiminə 40-larda gələr, kiminə isə ümumiyyətlə gəlməz və bunun da bir səbəbi vardır deyə düşünürəm. Əgər mövzumuz xoşunuza gəldisə, məni gördüyünüz kimi çox belə rahatlamış bir şəkildə podkasta bağlayıram. Çünki mövzudan çox həzz aldım və adətən mövzudan çox həzz alanda bir yuxu rejimi formatında biz rahatlamaya keçirəm. Əgər mövzu çox bəyəndinizsə və xoşunuza gəldisə, bu mövzuya ehtiyacı olan dostlarınızla bunu mütləq paylaşın. Rəy yazmağı və sosial medianın tələbi olaraq like etməyi, daha çox insana çıxmağımız üçün dəstək olmağınızı da unutmayın. Növbəti Ninja Mama podkastlarında görüşənə qədər hələlik özünüzə yaxşı baxın.